Şuşanın səsi. El azattır, dil azattır, azad sazlarda tel azattır. Çəkdiyim şəkili verim yadigar. Baxanda görsünlər bir yanda bahar, bir yanda dağların zirvəsində qar, bir yanda dərədən qalxan duman, çən. Qoy hamı bilsin ki, Şuşalıyam mən. Tarda dilləndirim rastı, mahuru, zümzümə eləyim seygahı, şuru. Yada düşsün bülbül, Rəşid, xan həmən. Qoy hamı bilsin ki, Şuşalıyam mən. Səni hər görəndə tanımaq olur, aşırsan, bir də bir qərinə cavanlaşırsan. Dür yekta, dür yekta. Bəli, anacan. Kızım hardasan? Müəllimin gəlbi səni gözləyir. Oldu anacan. Kızım, bugün biz yine Dahi Nizami'den danışacağıq. Kamil bir falansı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan. Bir elmi öyrənmək istəsən də sən, çalış ki, hər şeyi kamil biləsən. Beləcə, alimlərdən, müəllimlərdən dərs alırdı Xurşud Banu Natəvan. Xan ailəsinin yeganə qız övladı olduğu üçün onu sarayda Dür Yekta deyə çağırırdılar. Natəvan sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızı İbrahim Xəlil xanın nəvəsi idi. Atası ona sevimli anasının adını qoymuşdu. Natəvan 1832-ci ildə avqustun 6-sında Qarabağın mirvarisi sayılan Şuşada dünyaya gəlmişdi. Sarayda aldığı mükəmməl təhsillə kifayətlənməyib, mütaliə ilə məşğul olub, nadir kitablar, əlyazmalar oxumuşdu. Bu isə onu klassik ədəbiyyatla daha yaxından tanış etmişdi. Əziz dinləyicilər, daha ətraflı məlumatları Siyasi Elmlər Doktoru, Professor, Qarabağ İrsini Araşdırma Mərkəzinin rəhbəri Elçin Əhmədovdan eşidəcəksiniz. Buyurun Elçin müəllim. Xoş gördük Bənz xanım, təşəkkür edirəm. Xan qızı adı ilə tanınmış Xurşud Banu Natəvan Azərbaycanın görkəmli şairəsi, xeyriyyəçisi və ictimai xadimi haqqında danışmaq istəyirik. Və bu xanım qeyd etmək vacibdir ki, iki böyük şəcərənin, Cavanşirlərin və Ziyadoğlu Qacarların nümayəndəsi kimi Qarabağ xanının sonuncu varisi və ailəsinin Dürr-i Yekta, yəni tək inci adlandırdığı, Azərbaycan xalqının isə xan qızı kimi hər zaman onu adlandırdığı Xurşud Banu Natəvanın adı Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinə əbədi olaraq yazılmışdır. Və bir ömrə bir çox fəaliyyəti sıxışdıra bilmişdi bu xanım. Ey dost, yararmı böyle iqrar? Yar olduğum idi, oldu məğyar. Sən qeyriləri ilə üns tutdun, bilməm niyə yarını unuttun? Sən qeyri ilə həmzəbanı yekdil, əmma mənə ruzigar müşkül. Bir rəhmlik etdiyin yamandır, bir rəhm elə kim, yaman amandır. Vous entendez la voix de Choucha. La voix de Choucha continue. Təxminən 65 yaş yaşamış xanım həm şairəliyi ilə, həm rəssamlığı ilə, həm ictimai xadim və xeyriyyəçiliyi ilə çox uğurla yaşadığı bu dövrdə Qarabağın sosial mədəni həyatında ictimai xadim kimi nə qədər xidmətləri olmuş olsa da, amma onun ədəbi mədəni fikir tariximizdə daha çox şairə kimi qalması diqqətə layiqdir. Füzuli ədəbi məktəbinin davamçısı olan Natəvanın bədii irsi onun şəxsi poetik dünyasını, duyğu yaşantılarını əks etdirməklə yanaşı 19-cu əsr şeirinin rəng çalarlarını, dil xüsusiyyətlərini, poetik anlamlarını öyrənmək baxımından da həm maraqlı, həm də çox əhəmiyyətlidir. Qeyd etmək vacibdir ki,
Xan qızı Xurşudbanu Natəvan həm də 19-cu əsr Qarabağ ədəbi mühitinin istedadlı şəxsiyyətlərini, yaradıcı insanlarını özündə cəm edən bir məclis qurmuşdur Şuşada. Bu məclis Azərbaycan ictimaiyyətinə, xüsusilə də ədəbiyyat və mədəniyyət xadimlərinə daha yaxından tanıdığı Məclis-i Üns adlı ədəbi bir məclis idi. Bu məclisə həm rəhbərlik eləmiş, həm onun fəaliyyət sahəsini daha da genişləndirmiş, inkişafı üçün əlindən gələni əsirgəməmişdi. Və xan qızı Xurşudbanu Natəvanın sayəsində həmin adını çəkdiyimiz Məclis-i Üns adlanan bir məclis Şuşada deməli bu adla fəaliyyət göstərirdi. Amma qeyd etməliyik ki, Bakıda, Şamaxıda isə digər adlarla fəaliyyət göstərən ədəbi məclislər də var idi ki, o məclislərlə də, yəni Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən ədəbi məclislərlə də sıx ünsiyyət qururdu. Onlarla Qarabağdakı, Şuşadakı o məclis ünsünün üzvü olan şairlər şeirləşirdilər. Ümumilikdə isə poeziyanın, incəsənətin inkişafına öz töhfəsini verirdilər. Xan qızı Xurşudbanu Natəvanın yüksək bədii estetik zövqü, istedadı, bacarığı, şəxsi nüfuzu bu məclisin daha da rövləqlənməsinə, onun məhz Xan qızı Xurşudbanu Natəvan adı ilə bağlı olan xeyli bədii nümunələrinin yaranmasına səbəb olmuşdur. Xatırladaq ki, Məclis-i Üns 19-cu əsrdə Şuşada fəaliyyət göstərən Qarabağ ədəbi məktəblərindən biridir. Natəvanın himayəsi ilə fəaliyyət göstərən bu məclis dövrünün tanınmış söz adamlarını birləşdirən mədəni ədəbi mərkəz idi. Məclisdə klassik şeir forması müzakirə edilir, üzvlərin şeirləri oxunur, fikir mübadiləsi aparılırdı. Qarabağın tanınmış xanəndə və sazəndələri də məclisə dəvət olunurdu. Şuşa sıxma piçeldirdən. O dövrdə yaşamış bir sıra insanların dilləri əzbəri olmuş Xan qızı Xurşudbanu Natəvanın dövründə yaşamış insanların dilindən də kitaba köçürüldükləri hər hansı bir fikirlərlə də Natəvanı daha yaxından tanımaq olar. Və bütün bunlar onun xalqın yaddaşındakı işıqlı obrazının dolğunluğu ilə əks etdirilir. Bu xatirələrdən öyrənirik ki, xan qızı elmə, təhsilə, sənətə, maarifçiliyə çox böyük əhəmiyyət verməklə doğulduğu doğma Şuşanın sosial ədəbi mühitinin inkişafına çalışdığı qədər xeyriyyə işləri ilə də məşğul olmuş, ehtiyacı olanlara köməklik göstərmiş, təhsil almaq üçün Şuşadan gedən gənclərin xeyir duasını əsirgəməmişdir. Sözümüzün bu yerində əvvəlki verilişlərimizdə haqqında söhbət açdığımız görkəmli alim, rəssam, şair, astronom Mir Möhsün Nəvvabın Natəvan haqqında Təzkirələr kitabında yazdığı qeydləri xatırlatmaq yerinə düşər. Əhvalı və məzacı adı xarici görünüşü eyibsiz Zərif xanımdır. Qadınlara xas olan əməlində çox mahirdir. Rəssamlıq sənətində qabil və kamildir. Bəzən şeir də yazır. Nə ev xəyalı, nə də fikri aşiyanə mənə, ki bəsdir ünsü fərağət misalı, lanə mənə. Nə ev xəyalı, nə də fikri aşiyanə mənə, ki bəsdir ünsü fərağət misalı lanə mənə. Səni görəndə şadam, görməyəndə zar olur aya.
visalıyla sevindi deme bahane mənə. صوت شوشة لا يزال مستمرا. Şuşanın yetirdiyi görkəmli şəxsiyyətlər silsiləsindən verilişimiz davam edir istəkli dinləyicilər. Bir nüans diqqətimizi çəkir ki, haqqında söz açdığımız insanlar istedadları, hərtərəfli qabiliyyətləri, çoxcəhətli fəaliyyətləri ilə tarix səhifələrində qalıblar. Xurşudbanu Natəvan da belələrindəndir. Xan qızı Xurşudbanu haqqında danışarkən həm də qeyd etməliyik ki, o 1832-ci ildə Şuşada doğulmuş və Natəvan, yəni kimsəsiz, köməksiz təxəllüsünü özünə götürmüşdür. 1850-ci illərdə Xurşudbanu Natəvan Tiflisdə yaşamalı olmuşdur. Gürcü mədəni cəmiyyətinə qoşulmuş, özünün milli və kübarlara məxsus davranışı və 3 dildə sərbəst danışması ilə Gürcü cəmiyyətində də, ictimaiyyət içərisində də çox böyük maraq yaratmışdır. Bununla yanaşı, onun dünya görüşünün, bədii zövqünün formalaşmasında yaxın və uzaq qohumlarının əməyi də az olmamışdır. Yəni Şuşada Qasım bəy Zakir, Mirzə Camal Cavanşir Qarabağı, Mirzə Adgözəl bəy Qarabağı, Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlər öz yaradıcılıqları, ədəbi söhbət və mübahisələri, eləcə də ağıllı məsləhətləri ilə Xan qızı Xurşudbanu Natəvanda şeirə və sənətə olan marağı daha da gücləndirmişdilər. Onun Vladikavkaza, Dağıstana, Şirvana, Bakıya, Gəncəyə və Naxçıvana səfəri zamanı bir sıra yüksək rütbəli dövlət qulluqçuları, yazıçı, alim və səyyahlarla görüşməsi onun təfəkkür dairəsinin genişlənməsinə, dünya görüşünün artmasına daha da təkan vermişdir. Və bu baxımdan qeyd etməliyik ki, o zəmanəsinin görkəmli şəxsiyyətlərindən olmuş, təkcə Azərbaycanda deyil, həm də bütün Qafqazda xeyirxahlığı və mesenatlığı ilə tanınmışdır. Xan qızı Xurşudbanu Natəvan həmin dövrdə həm də bir sıra xeyriyyətçilik işləri ilə məşğul olmuşdur ki, xüsusilə də o vaxtki dövrdə Şuşadakı əhalinin içməli suya olan ehtiyacını ödəmək üçün çox çətinliklə də olsa öz maliyyəsi hesabına, yəni onun çəkilməsi prosesinin çətinliyindən qeyd etmək istəyirəm ki, nə qədər çətin olsa da, ancaq o öz vəsaitini əsirgəməmiş, Şuşaya içməli suyun çəkilməsində çox böyük xidməti olmuşdur və ondan sonra da 1872-ci ildə bu qayalıqları yararaq Şuşaya çəkilən suyun yerində salınmış bulağın adı məhz Xan qızı bulağı adı ilə Şuşalılarda bir deməli olar ki, yaddaşlarında hər zaman bu günə qədər də Xan qızı bulağı adı ilə adlanmış və 1873-cü ildə artıq Şuşaya içməli suyun kəməri tam çəkilib başa çatdırıldı və Xan qızı bulağı ilə də məşhurlaşdı. В эфире «Голос Şuşi». Şairəlikdən əlavə Şuşada gördüyü işlər haqqında gələcək verilişlərimizdə maraqlı söhbətlərimiz olacaq. Hələlik verilişimizi burada dayandırırıq və dinləyicilərimiz üçün xatırlatmaq istəyirik ki, Xan qızı Xurşudbanu Natəvan haqqında kifayət qədər maraqlı söhbətlərimiz gələcək verilişlərimizdə davam edəcəkdir. Şuşanın səsinin növbəti buraxılışı sona yetdi. Yaradıcı qrupumuzla tanış olun. Müəllif Professor Elçin Əhmədov, rejissor Ülviyə Zamanlı, aparıcı Tilman Səlimoğlu, redaktor Aybəniz Məmmədəliyevadır.